İranla İsrailin bir-biri ilə müxalifəti 47 il bundan qabaqdan İslam Cumhuriyyəti iş üstə gələndən sonra başlanıbdır və günbəgün də bu şiddət tapıbdır. Xomeyni bilirdi ki, dünyada müsəlmanların içində şiələr 10%-dən çox deyirlər. Tamam dünyanın şiələri müsəlmanların içində 10% qədərindədirlər. Müsəlmanların 90%-i sünnidirlər. Xomeyni belə fikirləşirdi ki, əgər istəyir İslam dünyasında müsəlmanları İslam Cumhuriyyətinə, İran hökumətinə müdafiə eləsin, lazımdır ki, bu gəlsin, bir siyasət götürsün ki, hamı müsəlmanlar ona yox deyə bilməsinlər. O siyasət əvvəldə bu idi ki, işə yetişəndə elə Xomeyni dedi ki, müsəlmanlar hərəsi bir kasa su töksələr, İsraili sel aparar, yuvar aparar tökər dəriyə. Sonra dəfələrcə danışığında dedi ki, İsrail gərək nabud olsun, İsrail gərək aradan getsin. İsrail bir xərçəng xəstəliğidir bu regionda, o gərək kəsilsin, qırağa atılsın. Budur ki, İsrail öz təhlükəsizliğini qorumaq üçün əvvəldən İslam Cumhuriyəti ilə müxalifətə başladı. İndi 23 ildir müşəxəs olubdur ki, yəni bilindi ki, 23 il bundan qabaq İran əvvəldən başlamışdı. İslam Cumhuriyyəti İraq müharibəsinin dövründən başlamışdı, gizlincə nüvə zənginləşdirirdi, istəyirdi atom bomba ələ gətirsin ki, İraq müharibəsində şikəst yeməsin. Sonra əlbəttə daha bu bilindi, daha İraq müharibəsində qurtuldu. 2003-də məlum olundu ki, İran bir yerdə, yer altında Nətənz adında bir şəhərin yaxınlığında mərkəz düzəldibdi. Orada nüvə zənginləşdirir, hazırlaşır ki, atom bombası düzəlsin. O zamandan fişar İranın üstündə çoxaldı. İsrail də dedi ki, İranın gərək nüvə silahı olmaya. Yəni 23 ildir İsrail deyir ki, İranın gərək nüvə silahı olmaya. Netanyahu iş üstə gələndən sonra bunu əlbəttə artırıbdır. İndi axır bir şey ki, İsraildə jurnallar rəsmi surətdə elan edirlər, 4 dana şərt qoyurlar İrandan, Amerika istəsə müzakirə eləsin və sülhə yetişsin. Bu 4 şərti gərək əmələ gətirələr. Biri budur ki, mütməyin olalar ki, İran dahi atom bombası dalğasından getməyəcəkdir. İkincisi budur ki, İranın balistik raketləri gərəkdir ki, aradan gedilsin, məhv olunsun və söhbət var ki, o raketlər ki, 300 kilometrdən artıq gedə bilirlər, İran daha o cürüsü raketi olmasın. Əlbəttə məntəqədə tamam ölkələrin raketləri var ki, 1000 kilometr, 1500, 2000 kilometr onlar hədəf vura bilirlər. Amma İranla onların fərqi budur ki, onlar hamısı bu raketləri xarici ölkələrdən alıblar. Özləri onu istehsal eləməyiblər. İran özü istehsal eləyibdir bu balistik raketləri. Əlbəttə Çinin, Şimali Koreyanın köməyi ilə, Rusiyanın azma çox köməyi ilə bu işləri görübdür və indi özü balistik raket düzəldir ki, 2000 kilometrəcən vura bilir. İsraillər istəyiblər ki, gərək İranın bu balistik raketləri də aradan götürsün. Üçüncü istəkləri onların bu proksi qüvvələrdirlər. Yəni İran gərək rəsmən
himayətin bu proksi qüvvələrdən kəssin. Hizbullah Lübnandır, Həşd-i Şəbidir, Hovzulardır, Həmasdır və ayrı qruplardılar ki, kiçik qruplar ki, adları çox tanınmır. Onlar da deyiblər ki, gərək bunlardan da əl çəksin. Bir şərtlər də budur ki, indi İranda 440 kilogram %60% zənginlənmiş uran vardı. Yəni İran eləyə bilər bunu bir həftə ya 2 həftədə yetirsin %90-a və onu atomu bombondan istifadə eləsin. Onların istəklərinin biri də budur ki, bu 440 kilogram o zənginlənmiş uran gərək İrandan çıxsın və bunun üstündə də Netanyahu Amerikaya gedəndə danışıbdır və Amerikadan istəyiblər ki, təkcə bu məsələ ki, İran qəbul eləsin də mən bomba atom istəmirəm, ona razılaşmasınlar. Gərək bu 4 şərti qəbul eləyə, sülh ola. Yoxsa İsrail Amerika istəyə, istəməyə İslam Cümhuriyyətinə hücum gətirir.